Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün 2026-cı ilin yanvarın ilk həftəsinin bürcləri haqqında sizə məlumat vermək istəyirəm. Paylaşımları bəyənməyi, səhifəyə abunə olmağı unutmayın. Yanvar ayı üçün Qoç bürcləri. Ümid edirəm Allahın izni ilə 2026-cı il düşəriniz olacaq. Hər bir bürclərə sevinclə, uğurla gəlsin. Xalqında olan hər bir insanı sevindirsin. Əziz Qoç bürcləri, yanvar ayı üçün sizi üçün həm uğurlu, həm uğursuz olacaq. Çünki yanvar ayında 2026-cı ilin ilk həftəsindən son həftəsinə qədər Qoç bürcləri biraz ehtiyatlı olmalıdırlar. Neden ki düşmənləri bugün salam verib sabah caduya, şeytanı əmələ qaçan düşmənləri karmadan istifadə edərək onlara daha güclü cadu edəcəklər. Amma unutmayın bir şeyləri ki Allah sizin tərəfinizdədir və 10 gün içərisində, 7-10 gün içərisində kim neynədirsə, hansı magiyadan istifadə etdirsə onlara özləri cavab verəcəklər. Allah'tan arzu edilmeyi unutmayın. Biznes işində olanlar var. Bəziləri bizneslərdən batıracaqlar, bəziləri işlərindən uzaqlar. Qoç bürcündən olan qadın və kişi xilaqlarına aiddir. 3-cü həftəsinə qədər uğursuzluqlarınız olacaq, amma 4-cü həftənin ilkin başlanğıcında çox uğurlarınız və o birisi həftəyə də sizə çox gözəl uğurlar başlayır. İtirdikləriniz hər şeyi qaytaracaqsınız. Uzaq yola çıxmaq istəyənlər üçün bunları məsləhət görmürəm. İlkin günündə, yeni ilin ilk günündə uğursuzluq qazanan, işlərində və yaxud da hansısa bir vəd xəbəri eşidənlər unutmayın ki, sizə böyük bir müjdə var, sevindirici bir müjdə var. Qoç bürcündən olan xəstəlikdə olan insanlara sevindirici hal odur ki, planetin ən güclü işığı, ayın işığı onların üzərinə düşür. Ay sonuna onların şəfayəti tapılacaq. Qurbanları olan qurbanlarınızı kəsin. Həftənin ən uğursuz günləri 1-ci, 3-cü günləridir. Ayın ən uğursuz günləri 15-i, 5-i, 15-i, 25-idir. 16-sı, 6-sı, 16-sı, 26-sıdır. Ən uğurlu günləri 7-si, 8-i, 17-si ən uğurlu günlərimizdir. Həftənin sonunda uğurlarınız olacaq, bunu unutmayın. Ayın sonuna qədər sizin uğurlarınız bol olacaq. Əziz Boğa bürcləri, yanvar ayı üçün olan bürclərin paylaşımını sizlə edirəm. Ümid edirəm ki, uğurlu, ürəyiniz istədiyiniz kimi gözəl olacaq inşallah. Allahın izni ilə hər bir bürc altında doğulanlar, yaxşı niyyətində, güzel karakterində olan, Allahla bağlı olan insanların hər bir insanın bürcü uğurlu gələcək. Baxmayaraq hər bir bürcdə olan bəzi şeytani insanlar var ki, onlarla da Allahın məsləhəti özüdür. Öz verdiyi qərarı məsləhətdir. İnşallah pis niyyətində olanların cəzasını verəcək. Əziz buğalar, İlkin həftəsində yanvar ayının biraz çətinliyiniz olsa da unutmayın ki, Allahın mələkləri hər zaman yanınızdadır və sizdən dua istəyir. Düzgün dua etmənizi, düzgün arzu niyyət etməyinizi istəyir. 1-ci həftə siz üçün ağır, çətin olsa da, bəzi xoşa gəlmə sözlər eşitsəz də, bəzi xəbərləri alsaz da, yanvar ayının 2-ci həftəsində 3-cü həftənin yarısına qədər həm xoşa gəlməz hallarla rastlaşacaqsınız, həm də ki çox güclü Allahın qoruma altında olacaqsınız. Sizin tənkiminizə, sizin idarəçiliyinizə paxıllığın edən hər bir insan Allah tərəfindən cəzalanacaq. 3-cü həftənin sonunda çalışın, bəzi səhlənkarlığa yol verdiyiniz hərəkətlərimi etməyin.
kiməsə qarşı kin, nifrət elədiniz, bəzi münaqişələrdən uzaqda durun və unutmayın, istər biznesinizdə, istər sağlamlığınızda, istər ailə həyatınızda, istər qadın, istər boğa bürclərindən olan insanlara şeytanlıq eləmək istəyən, işindən uzaqlaşdırmaq istəyən, batırmaq istəyən, ölüməyə qədər, ölüm yoluna qədər ziyan vurmaq istəyənlər özləri Allah tərəfindən güclü cəzalandırılacaq və siz bunların xəbərlərini eşidəcəksiniz. Yanvar ayı sizi için çok uğurludur. Mən belə deyərdim ki, ümumiyyətlə nəinki yanvar, 2026 sizi için uğurludur. Əlinizə gələn mədiyyətlərdən müğayyət olun, onları yaxşı qoruyun, boş yerlərə hərcləməyin. Subay qızlar və oğlanlar üçün ailə həyatları var. Xaricdə işləməyə getmək istəyənlər üçün, biznes qurmaq istəyənlər üçün uğurlu bir aydır. Kim başlanğıcda çox uğurludur. Bunu gecikdirməyin, vaxtında həll eləyin. Evladı olmayanlarda müjdələr var. Uzun müddət müalicə alıb evlad sahibi ola bilməyənlər sizi sevindirmək istəyirəm. Yanvar ayında müjdə alacaqsınız. Bəzi boşanmış qadınlarda və yaxud da kişilərdə, boğa bürclərindən olanlarda gözlənilmədən ailəsinin qayıtmağını gözləyən insanlarda yenidən birləşmələr olacaq. Bəzi küslü, istər qohum əqrabalarında, istər sevgililərimdə küslüm olanlar küslülükdən çıxacaqlar, barışacaqlar və sizi için ən uğurlu günlərimizdən olan, ən gözəl günlərimizdən olan ayın 4-ü, 14-ü, 24-ü, 21-i, 11-i, 1-i çox uğurlu günlərimizdir. 7-si, 6-sı, 9-u sizi için çok uğursuz günlərdir. Həftənin 4-5 bazar günləri isə uğurlu günlərimizdir. 1, 3, ikinci günlər çox uğursuz günlərdir. 6-cı günlərində də biraz ehtiyatlı olun. Allah Taala hər bir bürc altında doğulanlara gözəl şans və sevinç versin. Amin. Yanvar ayı üçün əkizlər bürcü, ümid edirəm Allahın izni ilə inşallah sizə də uğur gətirəcək və sevinəcəksiniz. Hər bir bürc altında yenə təkrar edirəm, doğulmuş insanları, yaxşı niyyətim, xoş xasiyyətim, insanlara sevgi ilə yanaşan insanların taleyinə Allahdan gözəl nur gəlməsini arzu edirəm. Pis niyyətində olan şeytani əməllərə gedən paxıllıqlarım olan insanları isə Allahın öz iradəsinə, öz məsləhətinə bırakıram. İnşallah Allah hər bir şeyi görən Allahımız, şahidi olan Allahımız kimin nə niyyəti varsa o niyyətlə o insanların özlərinə cavabını verəcək. Əziz əkizlər, yanvar ayının ilk həftəsindən sizin uğurlarınız var, şanslarınız var. Bəzi cavan əkizdən olan qız bürclərimizə və yaxud da oğlan bürclərimizə, tələbələrimizə məsləhətim budur ki, rəfiqəm, dostum deyərək yanınızda əzizləyərək saxladığınız, inandığınız insanlardan birinci həftənin sonlarında uğursuzluq alacaqsınız, şər xataya düşəcəksiniz, ehtiyatlısında olun. Çünki onlar sizin sadəliyinizdən, iki fikirli olmağınızdan istifadə edəcəklər və əhatənizdə olan insanlar, əkizlər bürcündən olan hər bir kişi və qadınlar üçün, istər tələbələr, istər biznesi insanları, istər evdar insanlar, istər kişi, istər qadınlar üçün şeytani əməli paxıllığı gücləndirəcəklər. 3-cü həftəsində sizə qarşı uğursuzluq gətirmək istəyəcəklər. Bunları nəzarətinizdə saxlayın. Unutmayın ki, sizə qarşı sizin hərdən xəyal olmağınızdan istifadə edən insanlar, sizə qarşı bəzi planları var. Sizin yüksəlişinizi onlar əllərində bayraq kimi tutmaq istəyirlər və sizi bayraq adlandırırlar. Çünki iki fikri olduğunuza görə bəzi qızlarımıza məsləhət görərdim. Sevgilərini, işlərini, ailə söhbətlərini heç kimdən bölüşməsinlər kənar adamdan. Çünki bu uğursuzluqdur. Planlarını biznes adamları və yaxud da ki
yeni iş görmek, biznes görmek isteyen insanlar planlarını hiç kimseyle bölüşmesinler. Çünkü hem bədnəzərləri, hem şeytani əməllər daha da gücləndirəcəksiniz. Her yerde sözünü, söhbətiniz gedən Əkizlər bürcünün qadın və kişiləri tövsiyəm budur ki, uzaq yola çıxmaq istəsəz, yolunuzu dayandırın, düşərsizdir. Yanvar ayı sizi için. Çünkü her taraftan üzerimizde bu ilin şənliyində gözəl görünməniz, bu ilin şənliyində gözəl fikirləriniz, bölüşdüyünüz xəyallarınızı kimlərsə uğramış və onlara karşı paxıllıq hisslərim olmuşdur. Bəzilərinizin xəstələrinizdən bədxəbər gələcək, amma hisslərə kapılmayın. Çünkü her şey ölümdə, qalımda Allahın əlindədir. Ən düşəri ayın günlərindən 6-sı, 9-u, 16-sı, 19-u, 26-sı, 29-u sizin en güzel düşərli günlərinizdir. En düşərsiz günləriniz ayın 2-si, 8-i, 11'idir. Bu günlerde ehtiyatlı olun. Həftənin 2-ci və 1-ci günlərini çıxmaq şərtiylə o birisi günlərin həftənin 5 günü sizi için çok uğurlu ve güzel günlərdir. Düşərsiz günlərini də dedim və Allah'ın izniyle her birinizə uzun ömür, can sağlığı arzulayıram. Allah Taala öz nurunu her bir bürc altında doğulan yaxşı insanların üzerine öz nurunu səpsin və işıqlarıyla, nuru ilə işıqlandırsın. Amin.